Bugündən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahan mərhələsinə start verilir. Az sonra imtahan mərhələsi başlayacaq. Məlumat üçün bildirim ki, müxtəlif fənləri əhatə edən imtahanlar 18 iyul tarixinə qədər davam edəcək. İlk gün isə ibtidai sinif və informatika fənni üzrə müəllim olmaq istəyən iştirakçılar imtahanlarda iştirak edirlər. Bütün iştirakçılara uğurlar arzu edirik. Bu ildən etibarən Nazirlər Kabineti tərəfindən verilmiş qərara müvafiq olaraq prosesin test imtahanı mərhələsi ödənişli formada həyata keçirilir. Lakin şəhid ailəsinin üzvləri, müharibə veteranları, adını almış şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, əlilliyi olan şəxslər və müsabiqədə ilk dəfə iştirak edən şəxslər ödənişdən azaddır. Məlumat üçün bildirim ki, müsabiqədə 34 mindən artıq namizədin iştirakı nəzərdə tutulur. Onlara ötən həftə artıq müsahibələrin keçiriləcəyi məkan, tarix və saatla bağlı məlumatlar təqdim olunub. İştirakçılardan 10 minə yaxını daha doğrusu ödənişdən azad olunan şəxslərdir. Digər 24 min nəfər isə 6-9 iyul tarixlərində mig.edu.az portalında onlara yaradılmış imkandan istifadə edərək ödənişləri tamamlayıblar və onlara uğurlu dəvətlər artıq təqdim olunub. 18 iyulda bu proses tamamlanmış olacaq. Xəsmə Məmədli Məsmə, bura Qazaxdan gəlirəm. İşimi Bakı istiqamətində vermək istəyirəm. İnşallah ki, alınar. 70.25 bal topladım. Ümumiyyətlə suallar necə? Orta səviyyədə idi. Nə asan deyək, nə çətin deyək. Hər ikisi qarışıq və var idi. Hansı fənn idi? Riyaziyyat informatika müəllimliyi, 2 il ixtisaslı məndə informatika istiqamətində gedirəm indi. Mən Məmmədova Firuzə, Pedaqoji Universitetinin tələbəsiyəm. İlk dəfə milli imtahanda iştirak edirəm. 60 bal yığdım. Ümumilikdə ilk dəfə üçün məncə normal idi. Sual səviyyələri orta idi. Mən Elmir Quluzadə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat və İnformatika ixtisasını 2025-ci ildə bitirmişəm. İmtahandan 69 bal yığdım. İmtahan ümumilikdə rahat idi əslində. Sadəcə olaraq vaxtla bağlı biraz düzgün planlaşdırma etmədiyimdən təəssüf ki, gözlədiyim nəticə çox da yaxşı olmadı, amma buna da yaxşıdır. Xəlilzadə Cəmil, Yardımlı rayon Güqəvar kəndi ümumi orta məktəbində informatika müəllimi olaraq çalışıram. İkinci dəfədir MİQ imtahanında iştirak edirəm. Bundan əvvəl sertifikasiya imtahanında iştirak etmişdim. Balınızı bilmirəm. Bal 68.5 oldu. Gözlədiyim bal olmadı. Biraz daha yüksək gözləyirdim. Buna yəni səbəb məsələn sualların çətinliyi falan da yoxsa nə idi? Hazırlıq müddəti həm çox hazırlaşa bilməmişdim. Bundan bağlı. Həm də suallarda vaxt cəhətdən çatdıra bilmədim. Ixtisas suallarına 5 dənəsi yaza bilmədim, çatdıra bilmədim.